Məndən tez-tez soruşurlar ki, restoranın fasadı nə cür olmalıdır ki, bu cəlb edici olsun. Da? Restoranın fasadını formalaşdıranda bu kriteriyaları nəzərə almaq lazımdır. Təsvir edin ki, sizin obyektin qarşısından maşın keçərkən sürücü bir anlıq boynunu çöndərir, hardasa 1, 2, 3 saniyədən sonra dönür, qayıdır. Və bu müddətdə bu insan bilməlidir ki, bu restoran özü haqqında nə deyir? Yəni, bu nə cür restorandır? 1. İkincisi, bunun mətbəxi nədən ibarətdir? 2. Üçüncüsü, bu nə satır? Satışı nədən ibarətdir? Və dördüncüsü də bura gəlib gedən insanlar nə cür insanlardır? Mənim hədəf auditoriyamdır, yoxsa ki, tam başqa tipli insanlardır. Bax, bu cür fasadı yaratmaq lazımdır. O sahibkar ki, bu məqamları nəzərə almır, o sahibkar hər gün küllü miqdarda müştəri itirmiş olur. Bu da pul itirmək deməkdir. Beləliklə, siz deyin, sizin tanıdığınız, bildiyiniz hansı restoranda ki, onun çölündən fasadına baxanda bilinsin ki, bu restoranda nə satılır, nə cür restorandır bu, kim gəlib gedir buna, bu suallara cavab verən restoran tanıyırsınızsa, zəhmət olmasa şərhlərdə yazın. Məndə biznes və restoran biznesi haqqındadır. Abunə olmağı unutmayın.